Yaşamaq üçün bir mənzildə nə axtarırsınız? Relax, rahatlıq, 8 nəfərlik qonaq qəbul eləməyə, geniş masa, təhlükəsizlik kameraları, evin ümumi təmizliyi üçün robot toz soran, 4 otaqlı mənzildə 3 ədəd sanitar qovşağı, birinci sanitar qovşağı, ikinci sanitar qovşağı və üçüncü sanitar qovşağı. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir Bakı TV kanalı izləyiciləri. Nərimanov metrosunun yanında 16 mərtəbəli gözəl bir kompleksdə 10-cu mərtəbəsində 164 kvadrat tam əşyalı, texnikalı 4 otaqlı mənzilimiz satışa çıxdı. Evin başda reklamlarını da gördünüz. Gəlin sizə proyekti izah edeyim. Giriş qapısı dəyişdirilib və dizayna uyğun iç tərəfdən üzlənib. Təhlükəsizlik kameraları. Ümumi sanitar qovşağı, 2 yataq otağı və ikisinin də içində sanitar qovşağı və qardırov mebelləri tam mebellə təchiz olunub. Geniş qonaq otağı, çamaşır otağı, bir yataq otağımız da buradadır və geniş bir mətbəximiz qonaq otağında dedim sizə və xol hissəsi. Proyektlə tanış oldunuz. Gözəl bir xol hissəmiz var. Xol hissəsindən də gördüyünüz kimi mənzil möhtəşəmdir. Lazer kəsim qranitlər, pollar, isti pol, patlok işləmələrimiz də var. Spot gizli işıq, lüstrlar. Mənzildə abo işləməsi yoxdur. Qumlu boyalar, Venesiya boyaları və məxmər boyalardan istifadə olunub. Giriş qapısı başda göstərdim sizə, girən kimi sol tərəfdə domofon sistemi və təhlükəsizlik kameraları var. Yəni uşaqlı ev üçün bu möhtəşəmdir. Evdə dayı ola bilər, uşağa nəzarət eləmək istəyirsiniz, onun üçün qoyulub. Girən kimi sağ tərəfdə stroylu divar içi, qardırov mebelimiz tam tavan hündürlüyünə kimi düzgün quraşdırılıb. Belə bir dresuarımız yanıb. Dresuarın arxası mərmər effektli Venesiya boyası, buralar və yanları güzgülərdən istifadə olunub. New Classic stilə təmir olunub mənzilimiz və bir gündə belə olsun, təmirdən və əşya yerləşməsindən sonra yaşayış olmayıb və mənzil tam dolu mənzildir. Yəni mənzildə çatışmayan şey qab, qaşıq, yəni qablardır və pal-paltar. Qalan hər bir şey mənzildə var. Geniş, böyük ailələr üçün möhtəşəm bir mənzildir. Yəni göstərdiyim kimi də proyekti gəzəyin, mənzili gəzəyin xol hissəsində tanış oldunuz. Gözəl buralarımız, gözəl tablolarımız, spotlar, gizli işıqlar, lüstrlar, təhlükəsizlik kamerası, hər bir şey mövcuddur. Və göstərdiyim kimi də mənzilimizi otaq-otaq gəzəcəyik. Çamaşır otağı, boş markalı paltar yuyan, paltar qurdan və bütün şkaflar hamısı düzgün quraşdırılıb və istədiyiniz qədər bura pal-paltar yerləşdirə bilərsiniz. Birinci uşaq yataq otağı, ikili yumuşaq dəstdən istifadə olunub. Arxası parça işləmələr, 2 ədəd yazı masası qoyulub. Girən kimi yəqin ki videoda gördünüz. Deməli, televizor arxası yerində parça işləmələr, twistend, qardırov mebeli, divar içidir, stroynu və tavan hündürlüyünə kimi. Tavanda deməli yerləşir spotlar, gizli işıqlar, lüstr, qara kantlar möhtəşəm görsənir. Mənzilimiz tam yel çəkəndir. Deməli, arxa tərəf gün çıxan tərəf, şimal tərəf və gün batan tərəf. Ofşu mənzil tam yel çəkən və binada daş yünü izolyasiyadır. Bunu da qeyd edeyim sizə. İsti, soyuq mənzildə itməyəcək. Belə, uşaq yataq otağını belə gördünüz. Gəlin davam eləyək, mətbəxin gözəlliyini görün. Xol hissəsindəki lazer kəsim qranitlər burada davam eləyir. Bahalı, keyfiyyətli qranit növündən istifadə olunub, lazer kəsim qranitlərdir. Harada bu mənzildə qranit görsəz, bilin ki, isti döşəmədir. Patlok işləmələrimiz, gizli işıq, spot, lüstrlar, tam asılı vəziyyətlər və divar-divarda mənzili göstərəcəm. Girən kimi sol tərəfdə böyük ölçülü televizorumuz qoyulub. Bu pərdələrin arxasında eyvan və iri qoxulu yeməklər üçün mətbəx yığılıb, onu birazdan göstərəcəm sizə. Videomuzda müəyyən gözəl bir kadrlar var. Axıracan baxın videomuza və videonu bəyənib
Altda da şərh bildirməyi və kanalımıza abunə olmağı da unutmayın. Bu divar gözəl yaşıllıqlar, qaraq işləmələr, lepli işləmələrdir, qara kantlar və ikili yumşaq kreslodan istifadə olunub, ortasında da belə bir kiçik jurnalisi. Bu hissəsi 5 nəfərli yumru masadan istifadə olunub və AUX markalı kondisionerlər bütün otaqlarda var. Uşaq yataq otağında göstərmədim. Multisistemli bir motordan bütün otaqlara paylanır və gözəl aksesuarlarla da bəzədilib. Mənzildə işlənən texniki avadanlıq hamısı var. Böyük ölçülü Toshiba markalı soyuducu, Bosch markalı sobalar. Məndə burada hardaydı? Bosch markalı qabuyan, qaz peçi, aspirator, ikili moyka, üstü tökmə mərmər, çox bahalı, keyfiyyətli mərmər növündən istifadə olunub və sinəlik də eyni mərmər növündən, yəni sinəlik də qoyulub. Tavan hündürlüyünə kimi yığılıb mətbəx mebelimiz və bu hissədə gözəl, hamısı, bura biraz kiçik şkaflardır, hamısı burada düzgün yığılıb. Deməli, xol hissəsi, qonaq otağı və gəl bunu yaxından göstərək. Mətbəx hissəsində, bir də uşaq yataq otağında kamera mövcuddur. Təhlükəsizlik kameraları tam işləv vəziyyətdədir. Telefonunuzdan da evə nəzarət edib baxa bilərsiniz. Və buradakı iyili qoxulu yeməklər üçün mətbəximiz. Buranda polları qranit, isti döşəmə, mənzildə işlənən bütün isti polların kollektori burada yığılıb. İtaliya istehsalı kombi aparatından istifadə olunub. Cam balkonla bura bağlanıb tam və burada qaz peçi, moykadan və tavan hündürlüyünə kimi mətbəx mebelindən istifadə olunub. Daxil olduq qonaq otağına. Bahalı keyfiyyətli parket növündən istifadə olunub. Otaqların hamısı parketdir. Fotoq işləmələrimizdə var. Spot, gizli işıq, rüsturlar kaması vəziyyətdədir. Gizli işıqları söndürmüşük videoda əsir. Ona görə gəlib əyəni baş keçsin zaman hamısını göstərəcəm. Gözəl bir belə kömürümüz qoyulub televizorun altında. Möhtəşəm görsənir və səsi superdir. Böyük ölçülü televizor Samsung markalı. Bütün evdə nə işlənib hamısı televizorlar Samsung markalıdır. Arxası mərmər effektli Venesiya boyası, daraq işləmələr və buralar hamısı məxmər boyalardır. 8 nəfərlik masamız, AUX markalı kondisioner, vitraj pəncərələr, pərdələr tam asılı vəziyyətdə. Böyük yumşaq dəstlərdən, divan kreslodan istifadə olunub və bu hissədə belə bir aksesuarlarla bəzədilib, bura şkaflar yığılıb, super görsənir və qonaq otağının eyvanı. Tam hamısını dəqiqliyi ilə bu mənzildə göstərəcəm sizə. Qeyd etdiyim kimi, kondisioner multisistemli bir motordan bütün mənzilə paylanır və burada gözəl yaşıllıqla bəzəlib. Panoraması da Nərimanov metrosuna baxır. Buradan Nərimanov metrosuna hardasa 6-7 dəqiqə piyada məsafədir. Ümumi sanitar qovşağı. Gəlin bunu sizə mən göstərim. Fərqli teksturada qranitlər. Pollar burada da istif oldu. Duş kabin, divarçı. Duş aksesuarları qranitdən moydadır. İşıqlı güzgüsü, divarçı, unitaz, qurucusu, havalandırma sistemi, patlok işləmələrimizdə var. Gizli işıq spotlar. Və qaldı iki əsas yataq otağı. İkisinin də daxilində qardirob və hamam otağı var. Gəlin birinci yataq otağına baxaq. Yataq otağına daxil olduq. Yumşaq dəstlər yerləşdirilib, üzvəz Samsung markalı televizor, qardirob mebeli. Deməli, AUX markalı kondisionerimiz qapının üstündədir. Make-up qoyulub, güzgü və bu tərəfdən də göstərə zəhmət olmasa. Pollar, parket, patlok işləmələrimizdə var. Gizli işıq, spotlar tam asılı vəziyyətdə və buranın ümumi sanitar qovşağı. Gəlin buranı mən sizə yaxından göstərim. Bütün sanitar qovşaqlarında qeyd eləmədim bayaqları moydadır və saç qurucudan istifadə olunub. İşıqlı güzgü divarçı, unitaz, duş kabin divarçı.
duş aksesuarları, patolog işləmlərimiz də var. Spotlar, havalandırma sistemi hamısı mövcuddur. Hamısı da keyfiyyətli materiallarla təmir olunub. Və sonuncu otağımız, yəni 4-cü otaq. Burada əsas yataq otaqlarından biridir. Yumşaq dəstlər tam qoyulub. Üzbəüz televizor, arxası parça işləmələr, bəzənmək üçün make-up, yumşaq dəsti göstərdik. Taxt üstü buralar, arxası yenə parça işləmələr, tumbalar. Buradan baxır Heydər Əliyev prospektinə tam vitraj poldan, yəni pəncərələrdir. Və bu otağın sanitar qovşağı, Aux markalı kondisionerlər öz yerində. Sanitar qovşağını da göstərək və videomuzu tamamlayaq. Bu otağın sanitar qovşağı fərqli teksturada qranitlər, divar içi, duş aksesuarları, duş kabin, sağda belə bir sabun və şampunlar üçün belə bir şkaf yığılıb, içi led işıqlarla, divar içi unitaz, qurutucusu və burada da şkaflar mövcuddur. İşıqlı güzgümüz qranitdən istifadə olunmuş moydalar yığılıb və saç qurutucular bütün sanitar qovşaqlarında mövcuddur. Və sonunda bu mənzil barədə ümumi məlumat və qiymət barədə məlumat verim sizə. Bu mənzil yerləşir Nərimanov metrosuna 5-6 dəqiqə piyada məsafədə 16 mərtəbəli gözəl bir kompleksin 10-cu mərtəbəsində və yeraltı parking. Buradan Heydər Əliyev prospektinə, Əliyar Əliyev və Nərimanov metrosuna yaxın bir ərazidə gözəl videoda hər şeyi gördünüz. Mənzil tam dolu bir mənzildir və bir gündə belə olsun yaşayış olmayıb. 164 kvadratdır. Sənədlərimiz hələ ki müqavilədir, ancaq yaxın vaxtlarda bina sahibi ilə danışmışıq, tutsa veriləcək və bu mənzilin start olaraq qiyməti 720 min manatdır. Əlbəttə ki, endirim olacaq. Gəlin ev sahibi ilə sizi görüşdürüm. Növbəti çəkilişlərdə görüşərik. Sağ olun.